Salam əziz və hörmətli dostlar. Xoş gördük. Necəsiz? Salam aleyküm əziz dostlar. Xoş gördük. Necəsiz? Mən hər gün bu zamanlar təqribən biraz qabaq kitab oxurdum, amma bu gün kitab oxumayacağam dostlar. Bu günləri bir ayrı məsələ haqqında danışacağam. Dostlar, mənim əsli səhifəmi yenə bağladılar, peycimi bağladılar farslar, panfarslar şikayət ediblər. Fikirləm bu günləri şikayət elədikləri də bu zist ideolojik nəslihay padigani adında bir məqalədir yazmışam. Onu fikir edirəm ki, şikayət ediblər, oradan sonra da bağlanıbdır, mənim live'ım bağlanıbdır. Feylən o birisi bölümlərinə baxmadım. Ərz eləyim xidmətinizə dostlar. Mən camiə-şünas deyirəm. Təxəssüsüm də camiə-şünası deyil. Amma camiə-şünas olmaq üçün hətmən də danışqahdan dərəcə almağa ehtiyacı yoxdur. Necə ki, yazar olmaq üçün, jurnalist olmaq üçün danışqahdan dərs oxuyub dərəcə almağa ehtiyac deyil. İnsanların düşüncəsi mühümdür və yazmaq gücləri. Mən illər boyu çalışıram ki, İranda olan məsələləri, vəziyyəti, durumu, yaşamı bir teori ilə eləyə bilək bunu tozih verək ki, nə keçir İranda, millətlərin içində nə keçir, nə cür yaşırlar və bu yaşamaq nəyin səbəbidir? Yəni, nə cür olub biz belə bir millət olmuşuq? Bunu daimən düşünürəm, yəni bunu düşünməyə və bunu açıqlamağa, yol tapmağa çalışıram. Əslində bu bəhs camiə-şünaslığın ya toplumsal elmin, bilginin bəhsi alanıdır və insanlar onlar işi daha çox akademik təhsilləri var, dərsləri var və bu sahədə işləyirlər, onların işidir. Amma hər halda biz də azdan çoxdan bir dövrələr görmüşük danışqahda. Biraz da burada azdan çoxdan Kanadada dərs oxumuşuq və research biraz bilirik, biraz da bəzi şeylər hər halda yaşadığımız da var. O birisi tərəfdən də gərək teori verək biz. Hər şeyin islahı üçün, özür istəyirəm, hər şeyi nə cür, yəni tamam elmilərdə istəyirik deyək ki, yer nə cür fırlanır. Məsələn, cazibəni niyə dedi Newton? Çünki isti tozih versin, niyə biz yer deyirik, niyə uçmuruq, niyə göyə getmirik, əvvəlcə göyə gedək, yerə gəlirik, çəkilirik yerə. Ona bir fərziyyə düzəldirlər, o fərzin adını deyirlər ki, yer çəkic gücü. Yer çəkic gücü. Yəni cazibə. Cazibə ərəbcədir, farsı mənası yoxdur. Ola bilər keşiş desinlər, amma indiyəcə mən işləmişəm, deyirlər keşiş, نیروی کشش زمین مثلا کشش رانشی bir ayrı yerdə işlədirlər, amma bu şeydə işləmir. Hər halda yerin üstündə cazibə deyirlər. Biz də camiə-şünaslıqda camiəmizin durumun islah deməyə, bəyan eləməyə və ona yol tapmağa, o durumdan çıxmağa yol tapmağa bir teorilər, fərziyyələr ortaya qoymalıyıq. Mən çalışırdım ki, biz Azərbaycanlıların xüsusilə, dünənlər dostlarım bir gözəl bir şey qoymuşdu. Mən əgər onu tapa bilsəm sizə görsədəm çox yaxşı olar. Dostlarım bir təhqiqatın sonucunu qoyubdu. Əlbəttə iddia edir ki, İranın rəsmi təhqiqatına əl tapıbdır və oradan bunları götürübdür. O İndi nə qədər doğru, nə qədər düz deyil, bunu mən bilmirəm, amma hər halda o adam yalan deyən bir adam da deyil. Ərz eləyim ki, o dostumuzun mən əgər tapsam yazısını özümə screen eləmişəm. Ona baxanda görürük ki, o özü belə yazıbdır. Bir də şeydir, müntəşir eləyib, belə bir amardır, belə bir səfə. Qırmızını mən yazmışam, qərə onun yazısıdır. Bu sarılar fars danışan millətlərdir evlərində.
Yəni əhliyalı ilə, qızı ilə, oğlu ilə, nəvəsi ilə, nəticəsi ilə danışanda fars danışır. Bu sarılar ya narincilər olar da ablar ayrı dildə, ana dillərində, öz evlərində danışdığıdır. İndi baxırıq bunlara, bu çox gözəl bizə bir vəziyyət göstərir İranda. Biz bu vəziyyətə baxanda gərək bunu bir fərziyyə buna tapaq. Deyək ki, bu fərziyyə nədir? Mən istəyirəm bu günləri 2 dana fərziyyənin üstündəki danışmışam və bu günləri bir dana məqalə yazmışam. O fikirlərəm bahis oldu, mənim live-ımı bağladılar. Onun haqqında danışam ki, biz nə vəziyyətdə keçirik. Dostumuz yazıb ki, İranda fars olmayan etniklərin evlərində istifadə etdikləri dil yüzdəsi. Yüzdə neçəsi evlərində öz ana dillərində danışırlar. İranda olan millətlər, fars olmayan millətlər. Azərbaycan türkləri evlərində %21'i, hər 100 nəfərdən 21'i evlərində farsı danışır, 79'u türkü. Lorların, diqqət buyurun dostlar, Lorların %15'i farsı danışır, %85'i, 85'i Lor dilində danışır. Kürtlərin də %15'i evlərində fars danışır, %85'i Kürt danışır. Diqqət buyurun, bu çox önəmlidir. Bu məsələ biz Kürt-Fars davası salırıq bəzən, biz bunları görməliyik. Türkçəmənlər dostlar, indi bunu mən ilgilərində sizə camiə-şünasi olaraq çalışacağım, izah verəm. Türkçəmənlərin %8'i evlərində farsı danışırlar, %92'si türkçəməncə türkünü danışırlar. Ərəblərin %18'i evlərində farsça danışır, %82'si də öz ərəb dillərində danışır. Talışlar ki İranda yaşırlar, onların %26'sı öz evlərində farsça danışırlar, %74'ü isə öz evlərində talış dilində danışırlar. Diqqət buyurun, bu daha çox gözəldir. Bəluçlar %94'ü öz dillərində, Bəluçi dilində danışırlar öz evlərində, %6'sı fəqət nə danışırlar? Farsça danışırlar evlərində. İndi diqqət buyurun, bunlar daha çox dağıdan amardır. Camiə-şünasi olaraq biz bunları gərək analiz edək. Ciləklər %30'u evlərində fars danışır, %30'u və %70'i ciləki dildə danışırlar evlərində, öz aralarında. Sonuncu mazənderanilər %35'i farsça danışır evlərində, %65'i türkçə. İndi diqqət buyurun dostlar, mən indi buradan istəyirəm sizə bir camiə-şünasi bunu təhlil edəyəm. Baxaq görək ki, hangi millətlər çoxdur əvvəl, hangi millətlər azdır. Əvvəl baxaq hangisi az evdə, az fars danışır, fars danışanın sayı azdır evdə. Ən azı bəluçlardır. %6 nəfər fars danışır. Diqqət buyurun, bəluç. Bəluçdan sonra türkçəmənlərdir, %8 danışırlar evlərində farsını. Ondan sonra Kürtdür, 15'dir. Ondan sonra da Lordur, 15'dir. İndi diqqət buyurun. Bu 4 millət oldu da, əgər diqqət eləsəz, bəluçdur, türkçəməndir, Kürtdür, Lordur. 4 millət farsını evdə o birislərdən az danışır. İndi diqqət buyurun. Niyə bunlar? Bunların müştərəki nədir? Məxrəc müştərək deyirlər ərəbcə. Bunların nələrdə müştərək deyirlər ki, bunları baxın, fikrin ki, biz bir mərizçilik tutmuşuq. Bu mərizçiliğin bir mənbəyi vardı da. Bu nədir? Məsələn, su. Axtarıq ki, hamımız su içir. Məsələn, vəbada filanda görürük ki, hamımız sudan yayılır. İndi, diqqət buyurun, deyir ki, bəluçlar, türkçəmənlər, Kürtlər. Elə bu 3 tanıya diqqət eləyin, 4-cüsü qalsın. Onu deyəcəm niyə. Bunlar ən az danışandır. Heç birisi şiə deyil. Mən hətta eləyə bilərəm belə deyəm ki, Kürtləri əgər yazsaydı şiə Kürtlər və fars Kürtlər, sünni Kürtlər daha açılardı. Mən fikir edirəm ki, elə Kürtlər özləri də %6, %7, %8 farsça danışırlar. Şiə Kürtlər, yəni Kirmanşah Kürtləri ətrafı, onlar farsça çox danışırlar. Lorlar da 15'dir, amma onlar da şiədirlər. Tamam. Pəs indi sünnilər, diqqət buyurun.
Onlar ki deyəcəm, bunlara diqqət buyursa camiə şinasını daha rahat anlarıq. Pəs onlar ki Şiə deyirlər, az farsı danışırlar. Birinci bu. Türkmənlər Şiə deyirlər. Bəluçlar Şiə deyirlər. Kürdlərin çoxu Şiə deyil. Bunun üçün bunlar bir. İkinci. Bəluçlar öz paltarlarını saxlayıblar. Yəni öz tarixi geyimləri var. Türkmənlər tarixi geyimlərini saxlayıblar. Kürdlər də tarixi geyimlərini saxlayıblar. Hətta lorlar da tarixi geyimlərini saxlayıblar. Bəs onlar ki isalətlərinin bir bölümünü saxlaya biliblər, onlar az fars danışırlar. Biz türklər, ərəblər də bunlardandır. Ərəblər də neçə dərsət danışırdılar? 18%. Ərəblər də yenə də dillərinə görə bizlə müqayisədə az farslaşıblar. Yəni belə deyə bilirik, bir iddə millətlər dinlərinin fərqindən, din baxışından dünya görüşləri fərqlidir. Sünni olduqları üçün farslan biraz uzaqdılar. Baxın, məsələn, ən yaxın onlara lordur. Lorlar. Lorlar %15 evlərində farsı danışırlar. Əlbəttə bir səbəbi lorların burada Qəşqayları gətirməyibdir. Bir səbəbi bu ki, onlar 15% danışırlar, budur ki, onların savadları da yoxdur. Yəni, onlarda mədrəsə yoxdur. İndi bu mədrəsə məsələsini çox ciddi bu gün danışacağım, çünki mənim ikinci teori ki, bunu təşrih eləyə bilir, mədrəsə məsələsidir. Dostlar, pəs onlar ki, dinləri fərqlidir, az farslaşırlar. Çünki əslən farsçılığın bir payası şiəlikdir. Bu şiə, hər kəs şiə olsa çox farslaşar. Bu təbiidir. Bunun üçün də İran çalışır ki, tamam ərəbləri, bəluçları, türkmənləri, kürdləri şiələşdirsin. Bunun üçün də bunlara çox ağır, məsələn, biz türklərdən çox onlara ağır fişarlar var. Bunu gərək qəbul edək. Yəni, əgər biz zülm-i müzaifinin altındayıq, onlar double zülm-i müzaifinin altındadırlar. Qat-qat bizdən çox zülm altındadırlar. Elə bu amar da onu göstərir. Məsələn, bəluçların mədrəsəsi yoxdur. Ona görə də farsı örgəşməyiblər. Paltarlarını saxlayıblar, dillərini saxlayıblar, tarixlərini saxlayıblar. Pəs birincisi budur. Birincisi din məsələsi, ikincisi geyim məsələsini saxlamaqdır. Yəni öz tarixinə, fərhənginə bağlı olmaq. Orada bağlı qalıblar. Hər nədən dolayı. İndi diqqət buyurun, gedək, baxaq görək ki, hara daha çox farslaşıb. Ən çox farslasan dostlar, Mazəndəranlılardır. Mazəndaran əslində Riza Palani cildi. Riza Palani oradan qalxıbdır. Mazəndarandan, Cilandan qalxmayıbdır. Və bu günləri Mazəndaran Xameneinin mühafiz timi ki vardı, o ləşkəri ki Xameneini qorur. Bunun %90'ı da şeydir. Hətta İttilaat deyilən idarənin, vizarətxananın müdürləri %90'ı Mazəndaranlıdır. Mazəndaranlılar daha təqribən Mazəni danışmırlar. Diqqət %35'i farslaşıbdır. Yəni kamilən öz dilində, evlərində belə öz dilini danışmırlar. Şiədilər dilləri və paltarlarını dəyişdiriblər. Paltarları da onlar eyni farslar və türklər kimi olubdur. Ondan sonra ciyləçlərdir. O da 30'dur. Diqqət buyursanız, ciyləçlər də çox bunların üstündə əcib baskı var, xüsusən xanımların üstündə. Yəni İranda istəyirlər deyirlər ki, bir dənə xanım filan karədir, fौरən o rəşdi məsələsini gətirirlər ortaya. Bunun üçün orada camiə-şünası bunu bizə deyir ki, orada həm dinçilik, din şiə, həm də o təhqirdən qaçmaq məsələsi. Amarlar biraz naqisdir. Burada oğlanı, qızı da görsəsəydi, sinniləri, savadı da görsəsəydi, daha biz çox bilərdik ki, hangi sin, hangi savad daha çox farslaşıbdır. Yəni Mazəndaranidə və hətta işləri də göstərsəydi, məsələn, nə işlədilər? Özlərinin işləri var, yoxsa dövlətə işləyirlər. Onda biz bilərdik ki, bunlar ki fars danışırlar, bunların dayaqları nədir?
Yəni təhqiqin boşluğunu görürsünüz da. Bir dənə camiəşünası İranda təhqiq eləyiblər. O təhqiqin boşluğuna diqqət etsəz görürsünüz ki, suallara cavab vermir. Kimlər farsça danışıblar? Bunların yaşları nədir? Təhsilləri nədir? Gəlirləri hardandır? Yəni və gəlirlərinin hətta nə qədər gəlirləri var. Məsələn, deyək ki, bir adamın ayda 2 milyon gəliridir, birinin 5 milyon, birinin 10 milyon, birinin 20 milyon. Görək ki, bunların gəlirləri ki, farsça danışıblar, o birisləri ilə nə fərqi var? Bunu da bu mütəəssifanə camiəşünasi təhqiqdə mən görmürəm, heç olmasa burada deyil. Yəni, bəlkə bu dostumuzun əlində olan yerlərdə bu da ola. Gərək də ki, olsun əgər camiəşünasi təhqiq eləsələr. İndi bundan sonra dostlar, baxın, talişlərdir. Talişlər 26% evlərində farsça danışırlar. Yəni əvvəl Mazənilərdir, sonra Gilanilərdir, Rəşd ətrafı və ondan sonra talişlərdir. Diqqət, baxın, talişlərdir görürük ki, yenə də şiədilər paltarların tarixlərini əldən veriblər. Bunlar da dövlətə çox əqəlliyyətdədirlər. Bunlar, yəni əqəlliyyət İranda dediyimiz söz, yəni say mən deyim. Sayları çox azdır. Bunun üçün bunlar da məcburdular ki, dövlətə, eyni ermənilərə tay. Ermənilər bəlkə bunlardan biraz da hələ çox olarlar. Ermənilər, mən əgər yadımda qalsa, 1380-ci ilin nüfus sayında, sərşumarı, nüfus sayında demişdilər ki, 118.300 neçə nəfər erməni var İranda. İranın başa-başında. İndi məsələn talişlər deyil, o hududdadılar. Ermənilər nə qədər şiələşiblər, gördünüz, Əncüvən İslamiyyə əramənə. Yəni bu gülünc bir şeydir. Bir erməninin hüviyyəti ermənilik və məsihlikdir. Yox, bunun ikisindən bir erməni çıxar ortaya. Amma görürük ki, bu yazıb Əncüvən İslamiyyə erməni. Amma bu yolunu tapıbdır. Mən nə cür burada diri qalım. O cürsü. Əlbəttə burada yazın ki, ermənilər məsələn evlərində %98 erməni danışırlar. Ya %100 bu hududda. Ona görə bir ayrı bərnamədə danışmışam. İndi dostlar, baxırıq görürük ki, talişlər də əqəlliyyət çox azlı olduqları nüfusu, onlar da eyni ermənilərə tay çalışırlar, farslara yaxınlaşsınlar. Necə ki, Mazənilər və Giləkilər təhqirdən qaçaraq, yəni dünyanın ən böyük təhqirin Kəlləmahixor, Mazənilər və üzr cəsarət eləyiblər Rəşlərin və Gilanilərin xanımlarına. Oradan da bunlar bundan qaçım deyələr. Ondan sonraki hancısıdır? Diqqət buyurun. Ondan sonra 26'dan sonra 21'dir. Azərbaycan türkləri. Yəni diqqət buyursanız görürsünüz ki, biz də 4-cü rədədiyik ki, danışırıq, çox evdə farsça danışırıq da o birisi millətlər. Niyə? Biz bir şiiyik, 2 paltarımızı və tariximizi farslardan unutturmuşuq. Yəni farslar bizi unutturublar. Biz qəbul eləmişik onları. Onlar dediği kimi yaşır. Brainwash. Bunu mən brainwash məsələsi ilə tövcih edirəm. Bunu yenə də danışacağım bu günləri. Görürsünüz ki, Azərbaycanlılar da pəs daha çox asimilə olublar. Niyə? Baxın, Azərbaycanlılar daha da çoxdur. Məsələn, Kürdlərdən, Bəluçlardan, bunların hamısından çox, cəmiyyətdə əlbəttə çoxdur. Yəni, deyək ki, İranda %40, %45 millətin sayı türkdür. Amma bu Azərbaycanlıları deyir, Qəşqailəri istisna edir. Türkmənləri də ki, istisna eləmişdi. Və o birisi türkləri istisna edir. Bunun üzrə deyir ki, bu 21% bunlar, məsələn, biz indi, bunlar fəqət mümkündür Zəncanı tutmayalar. Qəzvini tutmayalar, Həmədanı tutmayalar. Qumi, Kaşanı, Kaşan deyirəm, Əraçı, Savəni, bunlar bizim torpaqlarımızdır və bizim türk yurdumuz və türkdülər. Yəni Əraç türkdür. Əraçda fars yoxdur ki. Amma onları gətirmir. Əgər onları gətirsəydik, daha biz çox bilərdik ki, nə qədər alienasyon və brainwashing bizim üstümüzdə işləyibdir, şiəlik nə qədər biz işlədik. Hər halda görürük ki, Mazənilər şiədilər, Giləklər şiədilər, Talişlər şiədilər və Azərbaycan türkləri şiədilər. Görürük ki, ən başda danışan bu 4 millətdir. Farsı, evdə farsı danışırlar. Bunlar istisna olub Tehrandan ha. Tehranda, Kərəzdə, Əraçda, Savədə, Qumda yaşayan türklər istisnadır. Onlar mümkün deyil evdə hamısı fars danışırlar. Deyirəm, onları da yazsaydı biz daha çox bunu
Əlbəttə yazıb ki, mənbə Moc Sevumi Ərzişah və Nigərişah İranyan 1394. Biz buna baxarıq. Moc Sevumi bu kitaba baxsaq, bunu taparıq. Moc Sevumi Ərzişah və Nigərişah İranyan 1394. Bu şeyin adıdır. Dostumuz da buna ətək yazı yazan dostumuz bunu götürübdür. Sağ olsun. 2-3 gündür gözəl-gözəl yazılar yazır. Əlləri ağrımasın. İndi dostlar baxdınız və gördük ki, belə bir şey var. Hər nə qədər şiələşmişik, o qədər farslaşmışıq. Hər nə qədər şiədən uzaq, belə farslıqdan uzaq. Buna deyirlər ki, rabitə müstəqimdir da. Şiəliklə farslığınızda bir dənə rabitə var, rabitə müstəqimdir. Nə qədər şiəsən, o qədər farssan, nə qədər şiə deyilsən, belə də fars deyilsən. Bu elmi amarda bu bəhsi çox belə rahat bir bəhsidir və biz də bunu elə burada çox sadə dilinə dedik. Hər nə qədər şiələşsək, belə çox farslaşırıq. Çünki dedik, farsın iki payası var. Bir İrançılıq, bir də şiəçilik. Yəni İrançılıq da deyəndə İrançılıq topraq olaraq yox. Farsın siyasi qavramı olaraq bu deyilir. İndi dostlar, əgər gələk biz bunu, mən çalışırdım bu rabitəni 2 dənə nəzəriyyə gətirəm. Bir dənə nəzəriyyə ilə çalışırdım. Buradan deyəm ki, niyə biz farslaşmışıq, niyə farslara inanmışıq, niyə farslar kimi rəftar edirik, niyə çalışırıq ki, farslara bənziyək, niyə çalışırıq ki, fars camiəsi ilə qaçışaq, bəlli olmasın ki, biz türkük farsıq. Bunu mən çalışırdım, açıqlayan, bunu mən çox çalışandan sonra axirdə brainwash sistemi ilə, asimilə yox ha, asimilə də yox, manqurtluq da yox. Brainwash sistemi ilə tozih verəm. Bunu da mən gətirməmişəm. Bunu Avropada, Amerikada illər qabaq üstündə işləyiblər. Mən də bunlardan almışım. Yəni mən özüm bu teorini yaratmamışam. Bu teori var idi. Mən bu teoridən fəqət İranda millətlərin vəzin, hətta farsların vəzin görsətmək üçün bu teori, bu fərziyyə bizə köməklik edir ki, daha çox rahat düşünək ki, başımıza nə gəlibdir, nə bəlası gəlibdir ki, hamımız, hətta türkçülər deyirlər, biz türkçüyük, Azərbaycancıyıq, amma lazım olan yerdə ki, eləyə bilərlər farsiyxalar, meydana çıxmırlar. Fars kimi rəftar edirlər. Fars hakimiyyəti kimi rəftar edirlər. Niyə? Çünki biz bir farslaşmışıq, iki şiə olmuşuq, iki farslaşmışıq, üç fars dövlətindən gəlirimiz var. Yəni %40 əgər deyək ki, personel İranda, dövlətin personeli 6 milyon, neçə milyon bunu deyirlər, karməndi var da, dövlətə işçi hüquq alır. Bunun 6 milyonun heç olmasa deyək ki, 2 milyonu türkdür. Elə siz 2 milyonu türk eləsəz, bunların da hərəsinin bir, məsələn, mənim öz famililərimdən desəm, məsələn, ailə üzvü oxuyub da olubdu, bir də işdə işlir. Məsələn, bu ailədə ərə gediblər, evləniblər də, bu cüsü deyək. Hamısı da türkdür. Amma hamı qeydib o, hətta savadı olmayan adam farsı danışmağa çalışır. Tanıram deyirəm. Yəni, bilirəm ki, bu üz verir, ona görə deyirəm. Adamın savadı yoxdur, farsını danışmıyor. Yəni, danışmasa daha yaxşıdır. Çünki, məsələn, hamı gülər, bu farslılar heç olmasa. Amerikada təbii ki, ingilisini o cür danışsa çox da sevinərlər. Amma farslılar buna gülərlər. Yəni, məsələn, gürbə deyəsən, sən bu, hamı gülər də buna, İranda. Bu, o şey, amma bunu danışır. Yəni, o adam çalışır, desin ki, yox, mən farsam və farsını başarıram və yaxşı danışıram və danışmağa çalışıram falan bəhman. O qədər ki, ona təəssübü var, dilinə təəssübü yoxdur. Niyə? Məsələn, bu adamın, deyək ki, uşağı filan yerdə işlir. Çalışır ki, məsələn, mən uşağımın kilosunu saxlayayım. Özünün zehnində bir uşağa bir kilas veribdir, o kilası istir saxlayır. Mümkün deyil, uşaq farsı danışmır ha, amma bu danışır. Ya məsələn görürsünüz ki, evdə biri vardı, o da türkdür, amma istəmir türkü danışaq. Mən uşaqlarımı türk öyrətmir, evdə biz türkü danışmayaq, farsı danışaq. Bunu görürük ki, insanlarda mütəəssifanə belə bir şey var. Bunun illəti budur ki, bunların bir hissəsi dövlətə bağlıdırlar ya dövlətdən qorxurlar. Ya bağlıdırlar, ya qorxurlar.
Özlərin eləyə bilmirlər açalar. Bu sistem şüstəşuyu məğzudur. Buranı tozih verir ki, biz nədir olubdur ki, beynimiz yıxanıbdır, farslaşmışıq. Bununla belə ki, deyirik, mən türkəm, Azərbaycanlıyam. Amma biz Türkiyə ilə düşmən bilirik. Azərbaycan, o tay Azərbaycan, Rus Azərbaycanı, belə sözlərinə deyir. Özü demir ki, mən türkəm, mən Azərbaycanlıyam, o da türkdür, mən də türkəm, bəs biz qardaşıq, bir vətənik, bir millətik. Bu bizim nədən oldu dostlar? 5 nəsl biz brainwash olmuşuq. 1200, düz dəqiqən 101 ildir. 101 ildir. Biz brainwash oluruq. Hər 25 ildə nəsl dəyişir. Yəni mənim uşağım olur, 25 yaşında evlənir, 25 yaşında taza nəsli, heç olmasa da bevaxt evlənsə, mənim kimi tez evlənsə 18 yaşında, o ayrı. Görürsünüz ki, bu 25 yaşında adamların yüzdə deyək ki, 80'ının heç olmasa 80'inin uşağı olubdur, ikinci nəsl olubdur. O da 25'e yetişincə evlənir, cəndə uşağı olur. Yəni beləsidir. Onun üçün, məsələn, ən azı bizim 5 nəslimiz brainwash olmuşuq, farslaşmışuq. Harda? Mədrəsələrdə. Və bu, hər şeyi bizə o cür öyrədiblər ki, orada. Amma bu brainwash məsələsini bilirsiniz, mən Günas TV-də 9 ay bu haqda danışmışam. Üst-üstə desək ki, hər ay 4 cələsə bu haqda danışsaq biz, bərnamə qonaqlarla doldurmuşuq və hər heç olmasa 150 dəqiqədə danışmışıq, yəni 2 saata yaxın. Ayda 8 saat, 9 ay, hududən 60 saata yaxın biz orada, 50 saat biz orada bərnamə icra eləmişik. Və bunu aydınlığa salmışıq ki, İranda brainwash nədir olur. Amma indi bu günləri mən bir dana məsələni yazırdım. Bu məsələni yazdıqca mən yazdıqca zehnim dəyişdi. Sonra gördüm ki, biz əslən bu tür bir sistem, niyə bu sistemdən istifadə eləməmişik? İndiyəcən İranın brainwash sistemin biz gərək bir ayrı sistemlə də dəstəkləyə bilərdik. O da nədir? Mədrəsə sistemi. Biz mədrəsəni və təlimi tərbiyyəti gətirirdik, brainwash sisteminin içində danışırdıq ki, sistemin bir parçasıdır, brainwash üçün o sistemdən istifadə edirlər. O sistemdən nümrə, tənbih bədəni, tənbih rəvani, təhqir, tohin, uşaqların qabağında tohin, təhqir eləmək. Bunlar ya nümrəni az verməsi, xanavadədə, dostların içində təhqir olur insan. Və bu bir növ brainwash əbzarıdır. İnsanların 2 yolu var. Ya tərki təhsil, ki bu tərki təhsili qəşəng açıqlır, ya da brainwash olmaq. Yəni qəbul eləyəcəksən ki, mən bunu gərək öyrəşəm. Və bunu öyrəşmək üçün mənətay çalışacaqsan, vaxt qoyacaqsan və yaxçı farslı danışacaqsan, yaxçı farslı yazacaqsan, yaxçı fars kimi düşünəcəksən və fars olacaqsan. Dünyanı fars görəcəksən, fars mənfəəti ilə görəcəksən. Dəqiqən biz məsələn indi fikir edin ki, ərəblər, bəluçlar, nə bilim, orada, burada millətlər, hətta farslar bəzi yerlərdə qalxıblar ayağa, Əl-Əhvazdan himayət üçün gəliblər xiyabana. Təhcə millət ki, deyir, yox biz qalxsaq Rıza Şah gələr. Və Rıza Şahçılar məsələn şüar verirlər, bəllidir ittilaat da, idarə ittilaat şüar verdirir ki, Rıza Şah ruhət şad. Nə olur? Təhcə millət ki, bunu deyərək xiyabana çıxmır, bizuq. Dəqiqən hakimiyyət nəyi istir, biz də onu. Hakimiyyət istir ki, İranın məsələn hər yeri qalxmasın ayağa. Çünki hər yeri qalxsa eləyə bilməz, kontrol eləsin. Bu deyir ki, elə fəqət bura Azərbaycanlılar qalxmasa mənim mənfəətdir, mənim yanımdadırlar əslində. Əslində biz Azərbaycanlılar və türklər rejimin amili yox. O qədər brainwash olmuşuq, bunu bilmirik. Amma indi ikinci şey ki deyirəm dostlar, mədrəsə deyil. Əskərlikdir, ordu. Mən buna ad qoydum nə mənə? Zist ideolojik nəslهای padgani. Yəni bu ki, mənim zehnimə gəlir ki, bu daha gözəl bizi şeydir. Baxın, biz hətta bizi o zaman ki dərs oxurduq çətdə, mən məsələn 50 il bundan qabaq ya deyək ki 46, 47, 48 il bundan qabaq, 50 il bundan qabaq. Məndən qabaqçılar da oxurdular da. Mədrəsəyə öyrətmən göndərirdilər. Bu öyrətmən müəllim deyildi dostlar. Bu öyrətmən sərbazıdır.
Sərbaz. Adına deyirlər Sepahiyə Daniş. Bu günkü Sipah paslardan deyirlər ha, oradan çıxır. Sipah oradan çıxıbdır. Sepahiyə Daniş, bu da Sepahi Pasdaran. Dəqiqən odur. Bunlar gəlirdilər, hər kəsin məsələn 9-dan yuxarı savadı var idi. Bunları biri örgədirlər ki, nə cür dərs verəcəklər. Sonra bunları sərbazxanada sərbazlıq bunları örgədirdilər. Bunları sərbazxanada onlar ki, sərbaz gediblər, bilirlər nə deyirəm. Bunlar rahat hamını təhqir elərlər. Hamıya tohin elərlər. Xüsusən şah zamanı daha çox, indi hələ feylən inqilabdan bu yüzden biz gedən dövrədə az tohin olurdu. Amma tohin təbiidir. Yəni insanların nənəsin, bacısın, arvadın, uşağın, özün, dalısın, qabağın, ağzın, burnun, hər şeyini söyərdilər. Yəni deməzlər bunun arvadı var, yox. Arvadı var, mən arvadına söyüş verəcəm. Göylüm istəyir arvadına söyüş verəm. Niyə? Çünki o gərək bunu qəbul eləyək ki, məndən aşağıdır və mənim sözümə baxmalıdır. Və əgər sözə baxmasaydı mücazat olardı. Ondan sonra nəinki özü tək mücazat olardı, kollə o Qur'an, o 100 nəfər, 50 nəfər, hər neçə nəfər idi, ya o tip hamısı şey olardılar. Ondan sonra bunlar hamısı düşərdi onca da. Sən məsələn belə eləməsəydin biz də bu tür kötək yeməzdik, əziyyət çəkməzdik, izafi bizi nə bilim beşin paşo deyirdilər falan. Bəhmə bunlardan aparmazdılar. Ya sinəxis falan bəhmə. Hamı düşürdü o sərbazın başına ki, sən niyə sözə baxmadın? Sən niyə belə elədin? Sən niyə elə elədin? Ondan sonra da yenə bunların hamısı tənbih olandan sonra görürdünüz ki, bunu da göndərdilər tabasın zindana. Yəni orada sərbazxananın özünün içində bir zindan var idi. Göndərdilər orada zindanda 1 gün, 2 gün, 3 gün orada zindanda qalırdı. Bir növ təhqir olurdu. Hamı deyirdi ki, bunu saldılar zindana. Niyə bu belə? Biz elələm yaxşı oturulaq. Bu elə öz-özünə brainwash olmaqdır. Yəni brainwash biri zordur. Biri də budur. İndi diqqət buyurun. O müəllim ki 18 yaşından 19, 20, 21, 22, 23, 24, 25 yaşınacan gedib sərbaz. Bu gedir orada təhqir olur. Nənəsinə yaman deyirlər, bacısına yaman deyirlər, arvadına yaman deyirlər, qızına yaman deyirlər, özünə yaman deyirlər, qardaşına, dədəsinə, nənəsinə, hamısına yaman deyirlər. Bu adam sadəcə təslim. Onu vura bilməz. Vura bilmir. Vursa edam elərlər. Əslən mühakimə elərlər, edam elərlər. Bu qanundur, ordunun qanunudur. Onun üçün bu adam naçardır desin ki, okey, mən bax bununla müxalif də olsam, bu nə deyir, onu eləyəcəm. Buna görə ki, az yaman eşidəm, çox icra eləyəcəm əmirləri. Daha diqqətini icra eləyəcəm. Bu olur elə brainwash, həm tohin, təhqir, mücazatdan qaçmaq üçün, həm də bir, bəlkə bir mürəxəsi də verərlər. Məsələn, sərbazlar görürsən, bir dənə yaxçı getdi, sən ged 2 gün mürəxəsi yap. Qalanın hamısını gedək. Biz də getsəydik, məsələn, gedərdik mürəxəsiyə. İndi bu adamlar, bu vəziyyəti ruhi, şikəncə. Bilirsiniz, şikəncə həm ruhidir, həm cismidir. Yəni, bizim canımız da şikəncə olur. Məsələn, vururlar, döyürlər, bunlar şikəncədir. Sinəxiz aparırlar, soyuq suya salırlar, isti suya salırlar, isti havada, soyuq havada. Bunlar hamısı şikəncədir. Yoxusuz saxlırlar, yoxulu saxlırlar, ayaq üstə saxlırlar, millətin gözünün qabağında çağırırlar, səfin qabağında vururlar, tənqih eləyirlər, silli ilə, şapalaqla vururlar, vaxt gəlmədin, vaxt gəldin. Diqqət buyurun, bunları deməkdən bunlar çox cüz idilər, amma çox önəmlidirlər. Diqqət buyurun, indi gördük, onlar gəlirdilər, bunlar paltarlarını giyirdilər, böhlərində o sərbaz bölüşünü də qoyurdular başlarına. Paltarlarını da giyirdilər, gəlirlər kəndə. Dəqiqən Padiqanda nə görüblər, onu mədrəsədə icra edirdilər. Hətta nəinki bunlar, indi mən desəm bu misalları görürəm, indi də elə bu günlərdə baxsaz, əvvəli ibtidai uşağı gedibdir, düzüblər səfə, əclo, nizam, uşaqlar hamısı gərək əclo nizamdır olar. Xəbərdar, hamı gərək əllərini salır. Bunlar nə mənədir? Nizami, əskəri bir termindilər. Yəni bunları ərteş tərbiyyət eləyəndə, sərbaz tərbiyyət eləyəndə istifadə edirlər. Amma ondan sonra xəbərdar tamamdır deyir. Hamı sakit olar. Surudi milli oxunur. Elə bir sərbazdır da. Surudi milli. Sərbaz deyirəm, surudi milli kilo içən. Mənə nə surudi milli? Amma yox. Sən burada tərpəşməyəcəksən. Düzdür, xəbərdar, tərpəşmə. Tərpəşirsən, çəkir səfin qabağında filankəs hərərdə bir nazim qoyubdur. Filankəs tərpəşdi, filankəs danışdı, cərimə, inzibatdan 2 nömrə kəsildi. Dəqiqən sərbazdır. Yəni biz ələn hangi mədrəsə, qız, oğlan fərq eləməz. Hamımızı biz gedirik ora xəbərdar. İndi ondan sonra nə cür giyinəcəyik? Sərbazlar nə cür giyinərlər? Hamısı bir uniform giyinər. Başmaqlar bir cür, paltarlar bir cür, börş bir cür. İndi İranda qızlar hamısı qərə ya sürməyə ya hər nə giyəcəkdir. Bir mədrəsədə hamı o cürsü giyinir.
Paltar o cür, şey o cür filan. Ondan sonra hamı bir kitab oxur. Yəni eyni sərbaz da neyinir? Sərbaz da dəqiqən o işi görürdü. Sərbaz da dəqiqən gedirdi. Məsələn ona dərs verirdilər. Bir dənə dərs, əsləhə ya əqaid, biniş İslami. Hər nə mənə ki indi sərbazlara dərs verirlər. Dəqiqən elə o da bir dənə dərs. Müəllim gəlirdi ora. Nə deyirdi? Qır. Bu gərək onu deyəydi. Onu gərək bura yığıydı, bunu cavab verəydi. O zaman siz bura yığırsınız ki, imtahanda nömrə qazanasınız, yəni brainwash olursunuz. Çünki hər şeyi ki biz aldıq zehnimizə, o bizim zehnimizi değiştirəcəkdir, baxışımızı değiştirəcək, rəftarımızı, davranışımızı değiştirəcəkdir. Bəs brainwash olduq biz. Baxın, brainwash-la schooling sistemi, padigan sistemi ideolojisi dəqiqən. İndi bu Rıza Şah zamanından dəqiqən bu icra olur. Dəqiqən. Rıza Şah zamanından bu günə qədər biz mədrəsədə müəllim girir, hamı dur ayağa, əllərini sallar yanlarına. Müəllim çağırdıqsa, sonra hamı gərək dura, bəli xanım müəllim, bəli alim müəllim, məsələn buradayam. Hazır qayib, yəni dəqiqən o sərbazi sistem, disiplin. Ordu disiplini, ərteş disiplini dəqiqən mədrəsədə icra olur. Özü kimə? O uşağa ki 18 yaşı yoxdur. O uşağa ki 6 yaşı, 7 yaşı, 4 yaşı, 10 yaşı, 12 yaşı, 15 yaşı var, 18 yaşı var. Buna icra olur disiplin, ordu disiplini. Bir dənə mübsir var, klasda hər kəs tərpəşdə adın yazır. Sakit. Hətta o mübsir də eləyə bilir, desin ki, dövlət tərəfindəndir da, o dövlətin gücüdür. Deyir, durmuşam burada, özü də vura bilir, tənbih eləyə bilir. Yox, adın yazır, verir nazimə, müəllimə, bunlar vururlar, tənbih eləyirlər, nömrəsindən çıxırlar, dədənənəsini çağırırlar, qorxudurlar, kilasın başına çağırırlar, şapalaqla vururlar filan. Bunlar müəllim ki, şikəndə bir dənə rəsmən bir fərq eləməz ki, bunun sərbaz paltarı var, yoxsa xoşçalvarı var. Dəqiqən bir padigandır. Bunlar da özləri müəllim gedibdi danışıdı, məsələn ulum tərbiyyəti dərs oxuyur, nə bilim danışıdı, danışsarayı müəllimdə dərs oxuyur, dəqiqən bir ordu kimi yekəlir. Yəni bir sərbaz kimi bu gərək saniyədə gəlsin, hazır qayıb olsun, orada olsun, onu yazsın, onu ki deyirlər, onu yazmalıdır, onu ki deyirlər, onu sormalıdır, onun tərsini deyə bilməz, öz fikrini deyə bilməz. Əslən sərbazın haqqı yoxdur, fikri ola. Deyirlər, ərteş çəra nə darad? Məcər biz kilasda çəra soruşa bilirik. Hətta danışqanda, İranın danışqanda biz çəra soruşa bilmərik. Yəni, mən də dərs oxumuşum. Hə, bəzi çəraları soruşa bilirsən, amma birdən soruş ki, çəra vilayət fəqih belədir. Ya niyə biz Amerika ilə müxalifik? Niyə biz filanla müxalifik? Niyə şiiyik? Niyə sünniyik? Yəni, görəcəksiniz ki, 1000 yerdən sizə bir şey çıxacaqdır. Ya, məsələn, niyə İran tarixində kuruş nədir? Hardan gəldi? Nə bilim, Həxamənişi hardan gəldi? Filan Asar-ı Bastani hardan çıxdı ortaya? 100 il bundan yoxdur. Firdevsi məsələn nədir? Siz bunları sual altına apara bilməzsiniz. Siz Firdevsini sual altına aparsanız, əslində İranın sistemin sualı, ideolojisinin sualı. Amma bunu sizdən çıxadarlar. Bu padigani sistemdir. Yəni padigani sistemində siz fəqət radyo zəbdisiz. Bu radyozu açacaqlar, müəllim danışanda dolduracaq zehninizə. Siz imtahan da verəndə bunu açacaqsınız, qulaq asın. Nə qədər başarsınız, indi az başarsınız, rədd eləyəcəklər, mücazat olacaqsınız. Çox başarsınız, nömrə alacaqsınız, çıxacaqsınız. Hətta bəzən mümkündür siz ustani keşvəri də bərəndə olasınız. Apararlar sizi dolandırmağa. Bu da o brainwashingin 2 dana dedik ki, şeyi var. Bir təşviqdir, bir tənbihdir. Bu o brainwash elə. Ordu dəqiqən bu sistemlə gedir. Və İranda amuzəş və pərvəriş və kulli sistem, hətta radyo, televizyon bu əsasdadır. Yəni sistemi şeydir. Üstdən dəstur verir, aşağıda qulaq asmaqdır. Sərbaz fikirləşməz, dərəcədar fikirləşməz. Yəni sərbaza dərəcədar dəstur verər. Dərəcədara deyək ki, əfsər dəstur verər, əfsərə də timsar dəstur verər. Yəni yuxarı dərəcələr dəstur verər. Onlara da rəhbər dəstur verər. Yəni rəhbər danışanda bunlar deyirlər, bəli qurban siz nə buyurursunuz, o cürdür. Timsarlar danışanda sərqurdlar, sərhəngilər, sərhəngdən aşağı, sərqurd, ustuvar, bunlar gələrlər, qəbul edirlər. Ondan sonra da gələr məsələn dərəcədarlar, nə bilim, sutvanlar, ustuvarlar, qruhbanlar, gələr aşağıya, sonra da sərbazlar. Və üstdəki atdakından iş istər, atdakı üstdəkinin qorxusundan əlinin altındakını əzər. Dəqiqən bu İranda mədrəsələrdə də bu şəklidir.
Bunun üçün dostlar, baxın, biz iş yeri də bu cürdür. İş yeri də bu cürdür. Hər yer bu şəkildə davam edir. Buna mən adını qoymuşam, zist edirik. Biz bunu yaşırıq. Yəni, əmələn mümkündür ki, şey olur, amma biz bunu yaşırıq. Xətti vahiddə ranəndə eləyə bilir ki, bizim hamımızı susturaq. Biz bilirik ki, əlan bu rejim, bu idarə, bu filan yanlış iş görür. Amma heç birimizdə cəsarət yoxdur, etiraz eləyək. Biz bilirik ki, əlan bahalıqdır və bu bizə də bahalıqdır, ərəblərə, farslara yox. Amma biz bu günləri dəqiqən o cür rəftar edirik ki, hökumət bizdən istəyir. Yəni biz o qədər brainwash olmuşuq və o qədər padiganı yaşırıq. Bu günləri bir dənə də məqalə gördüm, bir fars yazmışdı. Deyir ki, ağa, hər kəsə bu gün danışın, deyir ki, در cəbhəyə fərhəngi vəziri irşadı misal verdi. Məsələn, döhdürlərin vəziri deyibdi ki, biz در cəbhəyə mübarizə با korona. Yəni hər kəsi görsən hamı cəbhədən danışır. Hamı özün bir növ, məsələn danışçılar در cəbhəyə təhsil. Elə bil ki, biz küllən bir davadıyıq, bir ideolojini yaşırıq əslində. Bu ideolojini çünki yaşadığımız üçün diqqət eləmirik. Biz hamımız padigan yaşırıq. Bir padiganı sistem yaşırıq. Hətta evdə dədənənəmiz də bizə bu cürdür. Biz dədənənəmizin o cür təlim olublar. Mən özümü deyim, məsələn biz uşaq idik, baxırdıq dədənənələrimizə, dədənənəmiz, məsələn, dədələrimiz, nənələrimizi vura bilirdilər. Üstlərinə qışqıra bilir, özlərinəsə haqq bilirlər, döyələr. Və biz də yekəldik, evləndik, gördük elə o cür rəftar edirik. Yəni biz də arvadlarımızı vururuq. Niyə? Çünki deyirik, kişi olmaq yəni bu. Əgər də vurmasaydıq, dədənənə bizi danırdı ki, olan bu nə cür rəftardır? Sən ötürmüsən, arvadını öz başına gedir. Yəni bir bu padiganı sistem sizin üstə fişa gətirir, sən də mənə tay olmalısan. Bu həm brainwash'dır, həm də bu yaşam, padiganı yaşamı yaşamaqdır. Biz əslində hamımız İran rejiminin sərbazıyıq. İndi mən şurişi sərbazlarım, qaçmışam. Bəzi sərbaz gedir, qaçır. Amma baxın, biz sərbazlarımız belə qaçmır. Yəni, hamı rejimdən müxalifdir, hamı deyir, mən Azərbaycancıyam, mən Türkiyəm, mən Azərbaycan yolunda fədaiyəm, amma gedib sərbazçılıq edir onlara. Mən dünənləri bir dana video gördüm, çox mütəəssif oldum. Bir dana fikir edirəm, Qərbi Azərbaycan əhalisindən biri Azərbaycanlılardan üzr istəyir. Deyir ki, mən yeganə vicədən idim. Yəni, bu sərkub eləyənlərdən də, polisdən. 110 vicədir, nədir bunlardan. Deyir ki, məni bağışlayın, məni həlal eləyin və sonra tüfəngi götürür, özünü öldürür. Mən çox əfsus yedim, axı, belə bir cavan ki, özünü Azərbaycanlı, türk bilir, bu qədər təəssübü var. Niyə o tüfəngi götürüb özünü öldürür? Niyə oradan qaçmır? Niyə sərbazları qaçmağa demir ki, gəlin qaçaq? Niyə bu fikir orada yaymır ki, biz əslən adam öldürməyəcək, əslən adam vurmayacaq? Niyə? Çünki ya gərək hökumətin xidmətində olasın, ya da özü öldürəsən. İki yol yoxdur. Mən ya gərək orada olam, ya qaçam bura. Bu özünü öldürməkdir. Yəni, mən indi yaşamıram ki, mən vətənimdə olsaydım yaşardım. Mən dədəmin yanında, nənəmin yanında, famililərimin yanında, şəhərimdə, vətənimdə, toprağımda istədiyim kimi yaşasaydım yaşardım. Mən indi burada yaşamıram ki. Bura mənim vətənim deyil, dilim deyil, yurdum deyil, tarixim deyil, heç zadım deyil. Tamam, mən burada citizen olmuşam. Amma mən Kanadalı deyiləm ki. Məni belə burada əzəsiz Kanadalılarını qatasınız. Yenə də o İbrahim Peyğəmbərin nəqlində deyir ki, quşların dördünü qatır bir-birinə, hərəsinin ətlərin, bunları sonra da ətləri, sümükləri əzəndən sonra bunları qatır, belə hərəsini atır bir dağa, sonra deyir ki, gəlin görüm, quşlar gəlirlər, tikələr, bir-birinə yığışırlar, olurlar quş. Biz də o cürük bu günləri bizim ətlərimizi, bu günləri əssələr, qaçsalar Kanadalılara, sonra çağırsalar ki, Azərbaycanlılar, türklər durun ayağa, qətən mən gedərəm Azərbaycan toprağına. Amma bizə, baxın, brainwash bizə iki yol buyur. Ya qaçacaqsan, yəni öləcəksən, ya da mənə işləyəcəksən, mənim istədiyim kimi. Biz indi o cür ki, onları istəyirlər, o cür yaşırıq. İki dana dedim, bunun fərziyyə ilə bunu biz rahat açıqlarıq. Bir, bu ki, brainwash olmuşuq. Tamam yaşamımız brainwash əsasındadır. Onun üçün də, baxın, bizim beynimiz bizim rəftarımızı. Mən əgər gözümü qırpıram belə, saniyədə, bunu mənim beynim mənə deyir ki, bunu qırp. Əgər mən burnumu çəkirəm, beynim mənə deyir burnumu çək. Əgər dodağımı yalıram danışa-danışa, beynim mənə deyir ki, dodağımı da yala. Əgər əlimi tez-tez bura aparıram, ya bura aparıram, ya bura hər nə iş görürəm, bunların hamısı beyin mənə deyir ki, bu işi gör.
Dəqiqən mənə deyir ki, indi əlan xiyabana çıxma. Ərəblərin yanında durma. Rıza Şahın yanına onlar şüar verirlər, sən nə cür düşün? İndi bunları kim mənim beynimə soxubdu? Hamısın rejim. Mən brainwash olmuşam. Eyni halda ki brainwash olmuşam, eyni halda padigani tərbiyyət olmuşam və padigani yaşıram. Yəni hamımız özümüzü kişili arvadlı özümüzü mədrəsədə falan da padigan şəklində yaşamışıq və bu gün padigan yaşırıq. Bu günləri deyir ki, çıxmayın xiyabana, biz çıxmayacağıq xiyabana. Kafidir ki, bunu 2 nəfər, 3 nəfər deyə. Biz çıxmayacağıq xiyabana. Əsl fikirləşmirik ki, mən bu günləri ərəblər çıxıblar, bəluçlar çıxıblar, türkmənlər çıxıblar, nə bilim, Yazdidə çıxıblar, Şirazda çıxıblar. Əgər biz də çıxsaq, dövlətin bu qədər gücü yoxdur biz. Biz dövlətimizi qura bildik. Onlar desinlər ki, hamısı desin ki, durud bər Rıza Şah. Mən deyəcəyəm ki, hökumətimi qururam. Padiqanımı alacağam əlimə, radio televizyonu alacağam əlimə, deyəcəm bura Güney Azərbaycan Türk Cümhuriyyəti. Tutulur. Amma niyə bu cür eləmirəm? 2 dana dedim məsələ var. 1. Brainwash olmuşuq. O cür görürük dünyanı və düşünürük ki, farslar istəyirlər və istəyiblər və beynimizə yığıblar. 2. Sərbazlıq biz. Biz bu rejimin sərbazıyıq. 50 yaşın var, 60 yaşın var, 70, 80, 90 Azərbaycanlısan, amma sərbazsan. Sən bu rejimə sərbazsan. Əgər indi nə olar? Əgər biz bu 2 dananı bilsək ki, brainwash nədir? Və sərbazlıq sistemi nədir və orada biz nə cür rəftar eləməyə bizi məcbur edirlər. Biz xiyaban, mən özüm məsələn çalışırdım, vaqəən ciddi sərbaz olam. Yəni çox belə şik giyinirdim. Mən əlbəttə əvvəldən şik giyinirdim. İndi Kanadaya gələndən sonra adam şik giyinmir. Bunu deyim. Hər kəs istəyir ki, Kanadaya şik ola gəlməsin. Çünki Kanadada şik giyinmək yoxdur. Amma mən İranda özüm şik giyinirdim, sərbazlıqda da şik giyinirdim, çox da məğrur, özümə məğrur məsələn filan baxma, mən sərbazam, dərəcədarım, əfsərəm. Məsələn, Sutvanda öydüm da, məsələn, nə olacaqdı məsələn? Sən bomb atom olsan nə edərsən məsələn? Amma yox, bunu bizə verirlər. Yəni o zaman sən deyirsən, mən sərbazam, məsələn, sən aparırlar, sən rahat, sən əfsərindən çox vurursan adamı. Yəni sərbaza deyirlər, vur, sərbaz o əfsərdən çox vurur. Demir ki, axı əfsər sən mənə dəstür etsin, özündə gir meydana da, sən gir vur, mən də vurum. Mən nəsə niyə vurum? Mən vurmuram, mən qaçıram. Yəni baxın, biz hətta uşaqlarımıza deyənmirik ki, sərbazçılıqdan qaçsın. Məsələn, biz uşaqlarımıza türklər bu günləri bir hərəkət yaradıq. Tamam türklər sərbaz olan türklər qarşısına getsinlər Azərbaycan Cümhuriyyətinə, Türkiyə Cümhuriyyətinə. Ya ayrı bir məmləkətdə. Bu günləri məsələn 10 günün içində bizim 100.000 dana sərbazımız ki orada vardı, 100.000-i də qaçalar gedələr. Ağa niyəsin gedək biz Kürdistanda, Kürdlər bizi öldürərlər. Sonra da 2 nəfər bizə deyə şəhid. Amma niyə bu işi görmürük? Bunu bilə-bilə ki, biz Farsın rejiminin adamıyıq. Hələ bizim bir də fəallarımız var, gəlir bir dana Kürd məsələn, ya Bəluç, ya bir dana Ərəb vurubdur, Türk sərbaz da orada ölübdür. Türküymüş, amma sərbaz Türk sərbazı deyil. Azərbaycanlıdır, ya Türkdür, amma Farsın sərbazıdır. O da orada ölübdür. Bizim bir də fəali, milli fəal dediklərimiz bunlara şəhid olaraq, bu Azərbaycan şəhididir, Türkdür şəhid. Nə, bu bizim şəhidimiz deyil. Amma brainwash olduğumuz üçün və padiganı yaşadık. Padigan nədir istiyordur? İndi bizə deyir ki, hamiyədir, əcədə o nizam. Lazım deyil bunu uca səsinə deyə. Biz bunu özümüz ölçəşmişik, da brainwash olmuşuq. Lazım olanda ki, əcələ o nizam vaxtıdır, biz özümüz qaçacağıq, səfər duracağıq, xəbərdar. İndi bizim eşiyə çıxmaq vaxtımız deyil. O birisi ərəblər çıxıblar, bəluçlar çıxıblar, İran təcziyə olar. Bunun zehnimizdə bilmirik ha, biz bunu bilmirik, İran təcziyə olar. Yox, biz tez qaçırıq, səfər dururuq, yox, biz xiyabana çıxmayacağıq. Ya evimizə giririk da, səhvimiz evimiz olur. Xiyabana çıxmırıq, etiraz eləmirik. Bir də yazırlar ki, biz çıxsaq, nirularımız hədərə gedər, təcrübəmiz yoxdur, filanımız yoxdur. Biz ha zaman bu təcrübəni qazanacağıq? Mən indi 50 yaşım var. Mən 10 ildən sonra, 5 ildən sonra, 3 ildən sonra öləcəyəm. Ha bax, mən bu dövləti, təcrübəni qazanacağam ki, millət quram. Əslən, dünyada hangi sistemdə təcrübə qazanıb siyasətə girərlər? O sistemdəki dövləti qurulubdur. Orada danışqahı olar. Azərbaycanda, Türkiyədə, Amerikada, Fransada, İngilistanda, orada, burada Farsların. Mənim ki, dövlətim yoxdur. Mən siyasəti meydanda örgəşəcəyəm. Mən çıxacağam meydana, savaşacağam, siyasəti örgəşəcəyəm, iştibah işlər görəcəyəm, onlardan nəticə alacağam, örgəşəcəyəm, islah eləyəcəyəm, kitab yazacağam, islah eləyəcəyəm, məqalə yazacağam, islah eləyəcəyəm və yaşaş mən siyasi olacağam. Yoxsa məni harda siyasi olacağam? İranda biz siyasi ola bilmərik, çünki siyasi olsaq, yəni rejimin gərək xidmətində olaq. Dostlardan çox gözəl məqalələr yazırlar. Yazır ki, ağa,
dünən gecə oxuyurdum. Adını da çəkək da dostumuzun adını zəhmət çəkib hər halda məqaləsini oxuduq gecə. Əgər adı yadıma düşsə. Dünən bir məqalə yazıb dostlarımızdan biri. Yazıbdı ki, Səttarxan doğru sözlər yazıb. Əvvəl burasını deyək, doğru sözlər. Özünə də təşəkkür elədim. Nəzərimi də dedim, fikrimi, tənqidimi də elədim. Amma müəddəbanə. Adam deyir ki, Səttarxan Qacar ziddi savaşır. Doğrudur bu. Qacarın ziddi savaşır. Səttarxan Qacar türkü, onun əsli gücü Azərbaycandır. Fars deyil. Onun düşməni hər yerdən qalxsa Azərbaycana dayanaraq, türklərə dayanaraq özündən difə eləyəcək hakimiyyət olaraq. Amma Səttarxan durubdur, bir neçə dana pan-İranistin əli ilə, Rus, İngilisdən planların əli ilə silah alıbdır, güllə alıbdır, filan alıbdır, Təbrizdə 11 ay savaşıbdır, yemək içmək hardan gəlir, heç kəs bilmir bunu. Elə bir ki, məsələn, Səttarxanın özünün ambarı var idi. Səttarxan çodar idi, çodar. Yəni, gedərdi, at, qatır, nə bilim, öküz, inək, qoyun alardı, gətirərdi, satardı, şəhərdə ya ətin kəsərdi, satardı. Çodar idi. Nə siyasət bilirdi nədir, nə savaş bilirdi nədir, nə dövlət bilirdi nədir, nə heç zət. Səttarxan bir çodar idi. Amma Qacar dövləti Azərbaycan gücünün üstündə dövlətçiliği buna dayanırdı. Yəni, mən əgər xətərə düşsəm, Azərbaycanım var, türklər yəni var. Amma Azərbaycan durubdur, oradan İngilislər forən Bəxtiyarın, ilə Bəxtiyarlı onların, Bəxtiyarlıların rəhbərlərini göndərdi, get-gedən Tehrana həmlə elə. Oradan da Yəprimxan Erməni, oradan da Tonikabuni ləşkəri sürdülər, hamısı da Feramason, ləşkəri sürdülər, Tehrana aldılar. Hələ bu adam Təbrizdə savaşır. Onlar orada vizarəti cəngi, vizarəti nəxus vəzirliği, nə bilim, polisi, hər şeyi Allah əlinə aldılar. Yəni, baxın, vizarəti cəngi, yəni ordunu, polisi, yəni əmniyyət sistemini əlinə aldılar və dövləti əllərinə getirdilər. İndi Təbrizə dedilər ki, cənab Səttarxan, siz də durun Baqir xan, biraz da adam götürün, gəlin bura görək, nə olur, sizə də biz danışaq. Bu da getdi ora, nə istəyirsən, biz sənə nə verək? Səttarxan da baxır, görür ki, mənə bir şey verməyiblər, dövləti götürüblər, ordunu götürüblər, əmniyyəti götürüblər, mənə bir şey qalmayıbdır. Mən heç baba bağında mənə bir meyvəsi yer verin, mən gedim orada qoyun saxlayayım. Çodardır da, çodar nə biləcəkdir? Yaxçı. Sonra da bu olan gedər orada, gedər bir zaman Qacar bunlara dayanar. Diqqət buyurun ha. Qacar bunlara dayanar ki, biz bunu öldürək. Öldürdülər. Həmin nəxus vəzir, həmin Tonikabuni, həmin Yəprimxan Erməni, həmin şey Səttarxan sən düşünmədi ki, mən məsələn niyə silahlarımı verim, ya niyə gedim Tehrana, ya getdim Tehrana, niyə məsələn özümdən güc aparmayayım, niyə bu dövlətdən səhmimi almayayım? Aha, mən Azərbaycan 9 ay tamam ya Qacarla savaşmışıq. Məşrutəni duvarədən qeytərmişik. Mənim Azərbaycanın şeyi hanı, səhmi hanı, payı hanı. Niyə? Məsələn, lorlar, bəxtiyarilər, məsələn, deyək ki, filan 10 min nəfər, 100 min nəfər, hər nə qədər cəmiyyətlər var, 1 milyon nəfər, ordu onların əllərindədir, Tonikabinlərin əlində budur, ermənilərin də əlində budur, mənim əlimdə niyə olmasın? Bunu istəyə bilmir, pay istəyə bilmir hökumətdən. Niyə? Çünki adam brainwashdır, adamın ağlı yoxdur, siyasəti yoxdur. İndi ki bizim adamlarımız, diqqət buyurun, indi bunu gətirəm bura. İndi bizim bir adamlarımız, mənə tay, sizə tay, əlon neçə nəfər ki burada varıq və o birilər ki vardılar, ya baxırlar, ya baxmırlar. Biz brainwashlıqdan biraz sıxmışıq, biraz, çox yox. Biz orduluqdan biraz özümüzü qutarmışıq, amma çox yox, biraz. Hələ biz sərbastlıqdan qaçmamışıq. Diqqət buyurun, biz sərbastlıqdan hələ qaçmamışıq. Dərs deyirik, idarədə işləyirik, idarə dediği kimi gedirik, gəlirik. Onlar çağırırlar, dadığa biz də çox rahatca gedirik, məğrurla, xururla gedirik zindana. Əslən ərzişi yoxdur. Əslən ərzişi yox. Nelson Mandela oldu, amma İngilis elədi ona. Amma bizim Səfər Qəhrəmaniyanı ki, Nelson Mandela'dan da çox zindan çəkmişdi. Nelson Mandela eləmədilər. Çünki mənfəəti orada deyil. Biz gərək qalxaq ayağımızın üstündə duraq. Düşünək özümüzü. Biz indi dostlar 57 inqilabında da yenə belə oldu.
İndi bizim biri də insanlarımız ayılıb, özünə gəlibdir, vətəndən məcbur olublar qaçalar. Hər nə dəlildən görə. Biri dəsi qaçıb, bunlar milli adı ilə qaçıblar, bunlar yalandan. %90'ı fəal deyirlər. Bunlar, məsələn, gedibdir, traktora 2 dənə şuar veribdir, gəlibdir, pənahəndə olubdur, onlar hesaba gəlməz. Milli dediyimiz adamlar ki, gəliblər burada da zorla çalışırlar, çətin işlərdə çalışırlar və bir tümən pul qazanırlar. Onunla burada kirayələrini verirlər, yeməklərin işini zorla düzən və aynı halda yenə gəlir, yazır, danışır, filan, bəhman. Mən isə bu millətə ayıldım və bunlar bilsinlər ki, padqan nədir, ideoloji nədir, sistem nədir, nədir çalışar, brainwash nədir olar, filan, bəhman. Tamam. İndi bunlar gəliblər, hizbi düzəldiblər. Deyir, ağa, mən İranda əgər qalsaq da səhm istəyirəm, ayrılsaq da səhm istəyirəm. Mən bu qədər ayrılmışam ki, daim Səttarxan deyiləm ki, mən orada gələm deyələr ki, mən səhm istəmirəm, yox, mənə görə baba bağında biraz yer verin ki, inək otarım. Yox. Biz bu günləri bilirik ki, Azərbaycana türklər İranda bir millətdirlər. Bunu əvvəl bilirik. İkinci bilirik ki, türklərin bir düşməni var, o da İran və Farsdır. Üçüncü bilirik ki, türklər əgər istəyərlər dövlətlərin qurarlar, gərək özləri bu günləri deyirlər, mən dövlət qurmaq istəyirəm. Bu günləri hizb quracaq, bu gün deyəcək, mən istəyirəm rəis cümhur olam. Mən istəyirəm rəhbər olam, mən istəyirəm vəzir olam, mən istəyirəm ustandar olam, fərmandar olam, rəis ittilaat olam, ərteş olam, fərmanda ərteş olam, general olam, vəzir cəng olam, vəzir ittilaat olam. Mən gərək bunu biz yaşayaq. Bizə yetişəndə indi buna, baxın, diqqət buyurun, istəyirəm bir yaşlıları deyəm. İndi durur orada deyir ki, bunlar çıxıblar, deyiblər, xaricədə hizb qruplar, hizb işləmir. Hizbin elə bu qədər ki, bu adam cəsarət eləyibdir. Hizb qrupdur, bu cəsarət özü, yəni bu adam deyir, mən istəyirəm rəis cümhur olam. Bu adam deyir ki, mən istəyirəm rəhbər olam. Bu adam deyir ki, mən istəyirəm vəzir olam. Bu adam istəyir ki, mən istəyirəm ərteş quram, ərteşin fərmandığı olam. Bu adam istəyir ki, mən vəzir ittilaat istəyirəm ittilaat sistemi quram. Bu adam istəyir ki, mən dövlətin istəyirəm, məsələn, falan yerini idarə edeyim. Ustandar olam, fərmandar olam, hizb quram, falan, bəhman. Yəni, bu adam milli şuura çatıbdır. Bilir ki, bax, mən bu məmləkətdə İranda qalsa, haqqım var, səhmim var və almalıyam. Məni baba bağında bir torpağından toğlaya bilməzlər. Bir dana medal verib mənə məclisdə, Səttarxana bir dana medal veriblər, Baqırxana da. Baxın, bizi medalıyla toğlayıblar. Səttarxana medal veriblər. Baqırxana medal veriblər. Sərdar milli Baqir, Salar milli. Onlara dövlət veriblər. Bəxtiyarilər dövlət olubdu. Ermənilər dövlət olubdu. Farslar dövlət olubdu. Biz medal almışıq. Medalın hamısını yığ belə qızıl olsun, 1 kilo olsun. Bu günləri 10 milyon, 20 milyon, 100 milyon qiymətidir da. O zaman da elə ona görə qiyməti az idi. O zaman da deyək kilo 2000 tümən, 5000 tümən, 3000 tümən idi. İndi qızılı hesablayaq da deyək ki 24 əyar qızıl, cirəmi neçədir? Cirəmi məsələn 3000 tümən. 3000 zərbələri 3 milyon elər məsələn, fərzən bir belə milyon tümən pul elər 1 kilo qızıl. Yəni bizi bundan toğlayıblar. Bizə bizə qoltuğumuza qarpız veriblər. Bizə qarpız veriblər. Belə ki, Azərbaycan sarı İran ast. Biz burada qarpızla yerləşirik. Hamıya deyirik, biz şeruq. Biz şer deyirik. Bizi toğladılar şokoladla. Mən uşaq idim. Bizim bir qonşumuz mənim daşla vurdu, başım sındı. Uzaq deyil, biraz məhəllədən də biraz uzaq idik. Onun dədə nənəsi tez gəldi, məni apardılar evə. Bir dana şokolad verdilər. Nənəvə demə, dədəvə demə. Mən də gəlib demədim. Başımızı bir dana şokoladla başı vurublar, qan yiyibdi, döyüblər, əziblər filan. Bir dana şokolad verdilər, rahat da oldun. Barışdıq. Bizim hizbilərimiz bu günlərdə hər kəs hizbidə çalışır. Hər kəs bir partiyada çalışır. Hər kəs deyir ki, mən sabah lider olacağam. Niyə siz demirsiniz? Baxın, niyə siz demirsiniz ki, mən sabah lider olacağam? Bu günləri 10 nəfər deyir ki, mən lider olacağam. Bu 10 nəfər ölsə 11-incisi hardadır? Ya qocalıblar ölüb, ya dövlət öldürə, ya hər nə başlarına bir oyun gələ ölələr. Korona öldürə. 11-incisi harda? 13-cüsü harda? Niyə biz bu qədər özümüzə əski görürük ki, istəmirik məsələn Xameneyin yerinə lider olaq? İstəmirik ki, fərmanda ərteş biz olaq. İstəmirik ki, fərmanda sepah pasdaran biz olaq. İstəmirik ki,
Ağa belə özümüzü niyə bu qədər əskik görürük? Çünki brainwash olmuşuq. Çünki biz padiqanı yaşırıq. Biz əmiri tatil edirik. Biz əmir quluyuq. Bizə desinlər get tut gətir, get danışma, otur, dur, xəfə ol. Müəllim gəlsin klasda desin, xəfə! Otur yer və danışma. Sənə dedim əlvi qozuyacaqsan. Əlvi qozuya yendirəcəksən. Otur oturacaqsan, dur duracaqsan, get gedəcəksən, gəl gələcəksən. Nəfəs ver desə çəkəcəksən, çəkməsə çəkməyəcəksən. İstədiyi kimi tənbih elər, mücazat elər. Müəllim ilə mədrəsə ilə dadgahın nə fərqi var? O da mühakimə edir, bizi cəzalandırır, bu da. Ərtəş ilə mədrəsənin, dadgahın nə fərqi var? Heç fərqi yoxdur. Orada da qanun yoxdur, burada da qanun yoxdur. Orada da qüdrət onun əlindədir, burada da müttəhəm özündən difa edə bilməz, sərbaz da difa edə bilməz. Amuzaj pərvəşdə danışanlar, danışqahda da danışıcılar özlərindən difa edə bilməzlər. İstədikləri kimi mücazat elərlər, istədikləri kimi də ixrac elərlər, istədikləri kimi də ulduz vurarlar adama, deyirlər ki, bu adam xətərlidir. Diqqət buyursunuz dostlar. Biz İki dənə sistemin içində bəs yaşırıq. İki dənə fərziyyə ilə biz özümüzü qəşəng belə tozih verə bilirik ki, İranda bizim başımıza nə gəlir. Və buradan çıxmaqda bu teorilərlə elə bəlli olur. Bir budur ki, biz brainwash olmuşuq, beynimizi hər saniyə yuyurlar. O zaman ki, bir sərbaz qaça bilmir, iradəsi yoxdur. Yəni, baxın, sərbazlığın əslində budur, ordu. İradəni öldürər. Sərbazlıqda iradə adında bir şey yoxdur. Əcəba bizdə iradə var milli olaraq. Mədrəsədə danışamızların, danışqahda danışçıların, ustadın qabağında, müdirin qabağında, rəis danışqanın qabağında, məsciddə mollanın qabağında bizim iradəmiz var. Nohəxan danışır belə, Nohəxanın qabağında bizim iradəmiz var. Evdə dədəmizin qabağında iradəmiz var. Yox, iradəsiz bir adamlarıq. Vaqəən iradəsiz bir adamdır. Çünki dəqiqən biz sərbaz yekəlirik. Əvvəl gərək bizim iradəmizi aradan aparalar. Bizim özümüzə öz güvənimiz aradan geçsin. Əslində biz özümüzə güvənirik. Yəni özümüzə etimad və nəfsimiz var. İnanın İranda etimad və nəfsi olan adamların sayı bəlkə 10.000 dana deyil. Baxmayın, bunlar deyil mənim etimad və nəfsim var. Bunlar etimad və nəfsləri yoxdur. Bunlar məsələn fərzən filan yerdən çıxıb filan işə girirlər. Etimad və nəfs bu da ki, işini dəyişdirə biləsən. Əlbəttə, o da etimad və nəfsin bir mərhələsidir. Etimad və nəfs budur ki, eləyəm sən sistemin qabağında dayanasan. Sən necə sistemin qabağında dayanamırsan, sistemin burasından çıxırsan, gedirsən orasına, etimadın yoxdur özünə. Sən o zaman etimadın olur, mən yadıma gəlir, mən xəbərnigarlığa başlayanda xanımımla nənəmi çağırdım yanıma, dedim ki, mən bir dövlət ilə savaşacağam. İran dövlətinin qabağında tək canıma duracağam. Və istəyirəm siz ikiz mənim yanımda durursunuz. Xanımım və nənəm mənim yanımda dursun. Diqqət buyurursunuz. Biz etimad və nəfsi budursa, yoxsa etimad və nəfsi budur ki, məsələn, nə bilim, indi İranda o qədər etimad və nəfsi gətiriblər, şayət ki, adam bilmir ki, nəyi desin ki, adamlara dəyməsin. Amma vaqiyyət budur, baxın dostlar, biz niyə adamları nəqd eləyə bilmirik, qorxuruq. İndi ya tarixi ya elə bugünkü Səttarxanı nəqd eləyəmirik, Həsəni nəqd eləyəmirik, Hüseyni nəqd eləyəmirik, filanı nəqd eləyəmirik. Deyəmirik ki, məsələn, bizə nə qədər məşrutə, bizə nə qədər zərər vurdu. Mən 1360-74-də, yox, sonralar, 78-79-da o zaman ki, orada bizim o imani yox. Neydi onun adı? Şəmsi Təbrizin müdürü, Şəmsi Təbrizi çıxadanda bir müddətdə mən ona oldum, sərdəbir oldum. Sonra cənab-ı Ləvai gəldi mənim yerimə, sərdəbir oldu. Şəmsi Təbriz də bizə pul vermədi. Necə ki, əhrar vermədi. Sonra mən getdim əhrara, əhranın sərdəbiri oldum. Onlar da bizə pul vermədilər. Hər halda əhrar qətən ittilaata bağlıdır. Şəmsi də mən tahududi belə düşünürdüm. Hala düşünürəm. Dostlar da bunu içəridə bilirdilər ki, nə düşünürəm. İndi də deməyim. Hər halda bir işlər görürlər. Sağ olsunlar azdan çoxdan. Ərz eləyim ki, sözüm çıxartdım. O qədər uzatdım ki, sözüm yadımdan çıxdı. Nə deyəcəkdim? Qocalığın da bir əlaməti bu şeydir. Brainwash'ın da əlaməti ola bilər. Ha dostlar, baxın. Brainwash'da o zaman ki, siz bir şeyin ziddinə danışırsınız, beyniniz onunla müxalifət eləyəcək, qoymayacaqdır. Otomatik var, sizi oradan çıxardacaq eşiyə ki, onu davam verməyəsiniz. Mən fikir edirəm ki, bəzən deyirəm ki, Alzheimer'a gedirəm, bəzən də deyirəm ki, o brainwash'ın əsəridir. Çünki o mənim brainwash beyin məni qoymur. Deyir, getmə bura, sən buna öyrəşməmsən. Sən uşaqlığından bunun dərsəsini danışırsan. Niyə danışırsan?
Yadından çıxadır. Hər halda dostlar, istirdim bu günləri bu iki dananı tozif verəm biləcə xidmətlərinizə və inşallah ki Doşənbədən bizim həftə əvvəlimizdən yenə kitab oxumağa başlayacağam. Mən umaram ki dostlar, biz brainwashdan qutara bilək, inqilab eləyə bilək. Bizim yolumuz, təhcə yolumuz inqilabdır. Hamı əvvələn hizbilərimizin dalısında duraq, həmlə eləməyək. Bunlar çox cəsur adamdılar. Vətəndən qaçıblar, avara düşüblər. Burada çox çətin gündə yaşırlar. Heç bir dövlət bunlardan himayət eləmir. Heç yerdən pul əllərinə gəlmir. Bənnadır, fəhlədir, maşın sürəndir. Mənə tay. Mən tireli sürürəm, o birisi gəşkarlıq edir, o birisi taksi sürür, o birisi nə bilim tükanda durur, sandviç satır. Biz hamımız biz şah zamanı gələn farslar deyilik. Biz fars deyilik. İran dövləti tərəfindən pul gətirməmişik. Bizim hamımız burada ya icarədirik, ya da elə zorla düyünə bağlırıq, keçinirik. Amma milliyyətçiliyimizi eləyirik. Hizbi qurur, çalışır. Baxın, yox yerdə bir axı nə deyim? Bir yerdə ki, ağa su yoxdur, orada bir damcı da böyük bir nemətdir. Bizim millətimizin ayılanların, hizb quranların, rəhbərlik iddia eləyənlər, rəis cümhurluq falan, bunları biz gərək qədrin bilək. Bunlar Səttarxan getdiyi iştibah eləmirlər. Bunlar Baqirxan getdiyi iştibah eləmirlər. Bunlar düşmənə dayanmırlar. Dedik, Səttarxan orada öldürülür, Baqirxan qaçır gedir, kütlərə qonaq olur, başını kəsirlər. Biz dostlar çox diqqətli olmalıyıq. Çox diqqətli olmalıyıq. Siyasəti biz meydanda öyrəşirik. İştibahlar eləyirik, təbii ki, iştibah eləyəcəyik. Biz dövlətlər iştibah eləyirlər, qala ki biz. Bizim dövlətimiz yoxdur. Sistemimiz yoxdur. Danışqahımız yoxdur. Ordumuz yoxdur. İttilaat sistemimiz yoxdur. Təbii ki, iştibah eləyəcəyik. Biz insanıq, məsumuq. Əlimizdə ittilaat yoxdur, amar yoxdur. Biz bərnamə verənmərik sabaha. Ki, məsələn, biz gəl. Əlbəttə, Günas TV-də mən danışmışam. Biz Urmiyə gölün nə cür dirildə bilirik, nə cür dünyadan pul yığa bilirik, nə cür türk məmləkətlərdən pul yığa bilirik, nə cür o birisi məmləkətlərdən pul yığa bilirik, nə cür iqtisadımızı genişlədə bilirik. Mən Günas TV-də bunlara görə ən azından bir 20 cəlləsə danışmışam. Yəni bu cür də deyil ki, yox ki, bizim heç iqtisadi düşüncəmiz yoxdur, heç siyasi amarımız yoxdur əlimizdə. Yəni bilmirik ki, məsələn, bizim nə qədər buğda lazımımızdır ildə, nə qədər düyü lazımımızdır, nə qədər benzin, nə qədər neft, nə qədər bərq, nə qədər filan, nə qədər bəhman. Bizim sadiratımız nə qədərdir, varidatımız nə qədərdir, mədənlərimizdən nə qədər çıxır, nə qədər gəlir. Bunları bilmədiyimiz üçün bərnamə verənmərik. Çünki hər şey bərnamə dediğin amara bağlanar. Amar da dövlətin əlində və gizlidir. Biz bilmirik. Hətta cəmiyyətimizi bilmirik nə qədər İranda bizim doğru cəmiyyətimizi sayın bilmirik. Onun üçün biz bərnamə verə bilmərik, amma kolliyyatı deyə bilirik. Biz nə istirik? Bizim stratejimiz bəlli. Bizim 2 dana əsli stratejimiz var. Baxın, içəridəki dostlarımız necə iş görə bilməzlər. Bunu dostlarımıza da mən neçə dəfə yazmışam, dostlar. Siz də bunları yetirin lütfən. O adamlar ki, danışa bilməzlər, o sahədə girməsinlər və o sahədə eşikdə danışanları məhkum eləməsinlər. Yəni, o zaman sən istiqlaldan danışa bilməzsən, danışsan mücazat olarsan. Sən istiqlaldan danışanların haqqında danışma. O zaman ki, sən hizb quranmırsan içəridə, Cənab Lətifi, Döşür Həsən Lətifi cənabları və onun təşkilatı hizb qruplar və içəridə zindana düşüblər. Tamam, əllərindən öpürük, çox sağ olsunlar, amma hizb əmələn işləmir. Amma yenə də çox böyük iş görüblər. Yəni, bir səddi sındırıblar. Amma bir dana oldu. Lətif Həsəni və onun dostları bir dana idi, 2 dana olmadı. 2 dana hizb qurulmadı. Hətta o hizb də indi bilmirəm. İşlir, işləmir, nə vəziyyətdədir, bəyaniyə verir, vermir. Lətif Həsəni bəy cənabları hərdən bir şeylər yazır, amma o həddə. Yəni, daha ondan sonra bir şey çıxmır. Görək ki, bu hizb məsələn nə cür düşünür? Məsələn, İran istiqlalı nə cür düşünür, federalı nə cür düşünür, federal sistemə nə cür gedəcəyik. Amma bunları ki, hər kəs danışmır, dostlar, fərdi ya hizbi. Onlar ki, danışırlar, onları həmlə eləməyin. Bu bir. Çünki siz dəqiq, əgər həmlə edirsiniz, bir nəfər ki, istiqlaldan danışır, ona siz həmlə edirsiniz, ya təzyiq tələb, hər nə deyirsiniz. Əlbəttə, təzyiq tələb deyil, onun işgalı yoxdur. Mən narahat olmuram, çox da sevinirəm.
Çünki mənə hüviyyətimi qəbul edir. Farslar o zaman ki, deyir ki, filan kəs təzyiqə tərəfdir, yəni qəbul edir ki, mən İranı qəbul eləmirəm. Bu özü çox mühümdür ki, o iki yerə bölünməyi qəbul eləyə. Ki, ağa, mən qəbul eləmirəm İranı. Bu özü çox mühümdür. Amma diqqət buyurun, o zaman ki, mən istiqlala görə danışıram, sən ki, içəridə danışmırsan, məni məhkum eləməyəcəksən. Sən deyəcəksən, o onun nəzəridir, özü bilər. Mənim nəzərim o haqda yoxdur, ya danışmıram. Sakit oluram. Baxın, bu qanunda sizin haqqınızdır. Siz eləyə bilərsiniz, bir dənə iddiamın qabağında, bir dənə sualın qabağında deyirsiniz, mənə rəbti yoxdur. Mənim nəzərim deyil, onun nəzəridir. Lazım deyil, ona tozih verəsən ki, mən istiqlalla müxalifəm, müvafiqəm, mən onu məhkum edirəm, bunu məhkum edirəm. Bir iştibahımız ki var, budur. Hizb quranmırsan, hizbləri məhkum eləmə. Nəzər verənmirsən, nəzərləri məhkum eləmə. Ağa, bizim iki dənə əsli yolumuz var. İstiqlal, federal. Bundan sonra qalan hamısı, hətta federalçılıq da İrançılıqdır. Bunu deyim. Mən özüm federalçılıqdan gəlmişəm bura. Mən 1370-dən federalçıyam. Ya 1371-dən federalçıyam. Federalçıydım, qutarıbdır. Çoxdandır. İndi onlar bir 14 il, 15 il olar ki, mən istiqlalçıyam. Amma mən İranda olanda federalizmə danışa bilirdim. İndi ki, buradayım, istiqlaldan danışa bilirdim. Çünki onda istiqlaldan danışsaydım, deyərlər təzyiq tələb edam elədilər. Ya zindana salardı. İstəmirdim zindana gedəm. İstəmirdim izafə əziyyət verəm. İndi siz də o cürsü. Tamam. İstiqlalçını mən heç vaxt istiqlalçını məhkum eləmədim. İndi federalçını məhkum eləmirəm. Bəlkə himayət edirəm. Bizim bir istiqlalımız istiqlaldır. Biz nədir? Tamam işlərimizin hamısı istiqlala getməlidir. Bəs stratejimiz budur da. Bir iddianın da stratejisi federalizmidir. İndi federalizm fərq eləməz. Coğrafiyayı ola, siyasi ola, iqtisadi ola, hər nə cür olur, milli ola filan, bunlar ayrıdır. Tarixi ola hətta. Bunlar federalizmin içindədirlər. İndi ondan sonra, məsələn, biz deyirik ki, Azərbaycan nə cür idarə olacaqdır istiqlalda? Mən deyirəm, Azərbaycan müstəqil, cumhuriyyət şəklində idarə olacaqdır və federal. Yəni, cumhuriyyət, federal, Güney Azərbaycan, Türk Cumhuriyyət federallığı. Amma federal sözünü gətirmirik orada. Çünki idarə sistemidir, o idarə sistemində qalacaqdır. Deyirik ki, Güney Azərbaycan, Türk Cumhuriyyəti. İndi bir dana da bundan üstü var, Türk dünyası ilə birləşmək. Türk dünyası ilə birləşmək. Bu da istiqlaldan sonranındır. O zaman ki biz İranla istiqlal almamışıq, Azərbaycanla ya Türkiyə ilə ya Türk dünyasının birləşə bilmərik ki. İmkansızdır. Mən hüviyyət siyasi İrani ilə Türk cümhuriyyətlərinə ki, hüviyyətdə Farsdır, mən onunla Türk cümhuriyyətlərindən birləşə bilmərəm ki. İçdə biz federalizm. Güney Azərbaycan müstəqil dövlət, müstəqil millət. İçi işlərində federalizm, federalizmi də çox mütəkəssir. Dil, bir idari dil olacaqdır. Təlim dili, elm dili olacaqdır. Yəni, bir dana şivə olacaqdır. Hamımız bunu öyrəşək, bu cürsü yazaq. Bu cürsü oxuyaq. Amma hər şəhər, hər kənd eləyə bilər, öz ağzında, ləhcəsini saxlasın. Haqqı var. Bu qədər biz bu adamlara. Ondan sonra hər kəs eləyə bilər, istədiyi dili öyrəşsin, istədiyi əlifbanı da düzəltsin, istədiyi kimi yazsın, biz heç kəsə məcbur eləməyik. Sən bu niyə bu çərçivədə yazmadın? Mənim öz nəzərlərimi deyirəm. Mən çalışırdım, təsadüf eləməmişdən öncə başladım bir şey yazam, manifest yazam. Bir 40 səhifədə yazmışam bu manifestdən. Amma sonra da otura bilmədiyim üçün də yaza bilmədim. Yarımçılıq qalıbdı. Umaram ki, bir gün eləyə biləm. Bu manifesti qutaram ki, mənim düşüncəm Azərbaycan gələcək, Azərbaycan nədir? İqtisadı nə cür düşünürük? Biz Türk dünyası iqtisadı içində, sonra bölgə məntəqə iqtisadı içində, sonra da biz əkinəcək və üstündə çox manevr verə bilmərik ta biz suyumuzu görək ki, suyumuzu neyə bilərik? Bizim məntəqəmiz hər halda dağlıq və yarı quraqlıqdır. Yəni, çox suluq deyirik. Türkiyədə, məsələn, dağlıqdır, amma suluqdur. Yəni, yağışı çoxdur, suyu çoxdur. Bizim bölgəmizin dağlıqdır, amma suyu azdır. Onun üçün biz gərək əkinəcağın üstünə geçsək, gərək bu suyu eləyə bilək ki, bir sistem ilə ki, İsraildə bu günləri istifadə edirlər. Azərbaycan da istir buna girsin. Kanadada da bundan istifadə. Kanadanın suyu dünyada o yerlərdən ki, suyu çoxdur. Əcib çoxdur. Yəni, elə suları var ki, içində çay da, yəni çay, dərya demirəm, göl demirəm. Çaylar, elə çayları var ki, 300 metr enidir, 10 metr dərinliğidir. Çayın bu gücünə gedir. Bununla belə tamam bağlarında qətrəyi su.
Ağaçları şilankını qoyurlar, şilankının başında bir dənə dəlikdir, çox tıqqılı, iynə dəlikcan dəlikdir. Oradan onu da qoyurlar ağaçların dibinə. Onu da üstə müşamba çəkirlər, plastik ki, bu özə gecə suyu açırlar. Diqqət buyurun, gecə açırlar o suyu. Su gəlir oradan, yavaş-yavaş damcılır. Elə bir ki, məsələn, bir dənə bir şey dəlinib, oradan yavaş-yavaş çıxır. Gedir o ağacın torpağına, onu da üstüne naylon çəkiblər ki, günüz ya hava bunu vurub, bunu buxar eləməsin. Buxar deyirlər farsda, biz fikirlərim buğ. Buğlamasın, bu buradan getməsin. Oradan naylon çəkiblər, orada buxar da eləsə, buğlansa da yenə qeydir torpağa, naylon qoymur uça gedə. Burada az su ilə eləyə bilir ki, əkinəcək də düzsün. Amma biz çox şeyə getməliyik. Modern təchizata. Biz böyük karxanalarla işimiz olmamalıdır. Ya böyük, məsələn, deyək, ağır, əcib karxanalar. Yox, biz çox modern, məsələn, kompüter, nərm əfzar, əvz eləyim xidmətinizə, saat, bu cür bir şeylər ki, çox nə mənədə yüngül, amma qiymətdə ağır. O cür bir şeylərin üstünə getməliyik, bu cür bir şeylər. Dünyadan nə cür sərvət yığaq, nə cür pul yığaq, Türkiyənin təcrübəsi var. Biz ondan faydalana bilirik. Turist məsələsi bizə çox önəmlidir. Bunların üstünə. Yəni, bizim bərnamələrimiz var. Bu cür də deyək, yox, bərnaməsiz bir millətik. Amma dövlət olmadığımız üçün, amar əlimizdə olmadığı üçün deyə bilmərik ki, nə etməliyik. Məsələn, bizə turizm əvvəlin mərhələdə bizə turizm çox köməklik elər qalxınımıza, iqtisaddan sonra. Ondan sonra Türkiyə, Azərbaycan və Türk dövlətləri ilə sərmayə, onların sərmayəsi gəlsə bizim torpaqlarımızda ev düzəldələr, karxana düzəldələr, hər nə inirlər, eləyərlər və biz bunlara bir imtiyazlar da verək, o cümlədə maliyyatı azaldıq onlara, ya neçə il maliyyat verməsinlər, sərmayə qoysunlar, iş yaratsınlar. Ondan sonra da o birisi məmləkətlərdən də dəqiqən bu cürsü ev düzəldib satmaq üçün Türkiyədə bu işi görür və çoxlu işlər. Bunlar hamısı bahis olar ki, işli soxalar. Hər halda dostlar, istədim bunu deyəm ki, yəni biz qərar deyil ki, bir dövlət kimi indi oturaq bərnamə düşək, amma düşüncələrimiz var, yolları görürük. Baxın dostlar, dünyada neçə dənə məmləkət var? Hududən 200 dənə məmləkət var. Türklər bunların 150-sində yaşırlar. Türklər, Azərbaycan türkləri. 150 məmləkətdə yaşırlar. 150 dənə sistem, siyasi sistem, iqtisadi sistem, ideoloji sistem, dini sistem, təlim, tərbiyyət sistemi, öyrətmənlər sistemi, uşaqlarla nə cür davranaq, komünist sistem, sərmayə, hamısı ilə yaşırlar. Hamısını da görürlər. Bu təcrübələr bizim əcib qəni bir gələcəyimiz var. Əcib qəni gələcəyimiz var. Dostlar, mən çox bu günləri yenə danışdım. Çox uzun oldu. Əsli sözüm qərar idi 2 dənə məsələ üstündə olsun. Xülasə desəm yarım dəqiqədə. Bir brainwash məsələsidir və ikincisi padigani ideoloji ilə yaşamaqdır. Biz hamımız mütəəssifanə istər-istəməz padigani sisteminə yaşayırıq və brainwash alındıyıq. Həm də özümüzü brainwash edirik. Bunun üçün də o yerdə ki, rejimi gərək yıxa bilək, orada ayağa qalxmırıq. Çünki bu 2 dənə, həm brainwash olmaq, həm də o padigani yaşamaq bizə deyir ki, əl-an mən mücazat oldum çıxsam eşiyə. Mücazat olmamaq üçün çıxmayım eşiyə. Bu hardan? Çox da oradan yoxdur. Yəni rejim bunu radio televizyondan demir, ya evimə kağız göndərmir, ya telefonuma zəng vurub demir. Bəlkə mən özüm bunu təşxis verirəm brainwash olduğum üçün ki, əl-an o vaxt deyil mən çıxım eşiyə. Onlar dedilər, Rıza Şah, mən çıxsam eşiyə, mən yer almayam, mən tərpəşməyəcəyəm, onlar gələrlər dövlət qurarlar. Bu elə Cumhur İslami qalsın. Brainwash olmaqdandır bu. Və padigani yaşamaqdan qorxuruq. Bu heç biz qorxuruq çıxaq xiyabana, qorxuruq tutulaq, qorxuruq vuraq. Biz onları öldürməkdən qorxuruq. Biz onlar bizə təzyiyə tələb deməkdən qorxuruq. Biz onlar istiqlalçı deməkdən qorxuruq. Biz onlar bizə desinlər bu tutsunlar, salsınlar zindana, bundan qorxuruq. Onlar bizə deyərlər terrorist, biz bundan qorxuruq. Onlar bizi rəsmən qanun adına terror edirlər. Cumhuri İslami rəsmən qanun adına mühakimə edir bizim haqqlarımızı əlimizdən. Rəsmi terrorist o dövlətdir. Amma biz bu günləri nə danışırıq? Sağ olun, sağ qalın. Görüşmək üzrə. Doşənbədən kitab oxuyacağam, yenə xidmətçi olacağam. Sağ olun.